insanlar yeni din anlayışı gələndə qorxuya düşürlər ki, öz əvvəlki inancımızı necə tərk eləyək, yeni bir inanca keçək. Bu ümumiyyətlə insanların fitrəti ilə bağlı olan bir şeydir. İnsanlar bir şeyə bağlanırlar və adətən bu cür olur. Bu tək dinlə bağlı deyil. Məsələn, adam var ki, bir əşyasına bağlı olur. Adam var ki, köhnə bir əşyadır, onu yeniləmək belə istəmir, paltarı yeniləmək belə istəmir. Düzdür, burada müəyyən səbəblər ola bilər. Bəzi insanlar ehtiyatsızlıqdan olar, ancaq bəzilərində sırf bağlılıqla olar. Bu xəstəlik səviyyəsində olar. Məsələn, telefona bağlılıq və ya bir ideyaya, bir fikrə bağlılıq ola bilər. Məsəl üçün, xatırlayıram, elektrik təzə çıxanda, bu işıq elektrik çıxanda insanlar deyirlər, xeyr, şam işığından istifadə etmək lazımdır. Elektrik xərçəng xəstəliyi yaradır və elektrikdən o rayon yerlərində, kənd yerlərində insanlar qaçırdılar ki, biz elektrik istifadə eləməyək. Yeni gələn bir şeydə insanlarda sanki qorxu olur. Öz əllərində olanı itirib fərqli bir şey getməyim deyə bir qorxusu olur. Bəzən bu hallarda insanların həyatında rol oynayır ki, yəni biz indiyə kimi bu dinə inanmışıq. Necə olur fərqli bir din gəlir. Ancaq məsələnin mahiyyətini başa düşməlidirlər ki, ümumiyyətlə din nədir? Şəriət nədir? Bunları başa düşməlidirlər. Bunları başa düşəndə məsələ aydınlaşacaq. Şəriət nədir? Şəriət ümumiyyətlə hər zaman dövrə, cəmiyyətə, insanlara görə dəyişən bir məsələdir ki, Allahın elçiləri hər zaman bunu insanların istəyinə, cəmiyyətə, dövrə görə təyin ediblər. Və Muhammed Peyğəmbərin, İsa əleyhissalamın deyirsiz, gəldi, dinini dəyişdirdi. Burada bir neçə hal var. Çünki birincisi, Muhammed Peyğəmbər gələndə xristianlıq artıq öz yolundan çıxmışdı. Birinci nöqtə budur. Zaten xristianlar və o dinə inananlar İsa əleyhissalamın təlimlərinə uyğun yaşamırdılar. Əməlsiz alimlərin yaratdıqları təlimlərə uyğun yaşayırdılar. Ona görə İsa əleyhissalamdan sonra Muhammed Peyğəmbər gələndə, dini dəyişəndə insanlar deyirlər xristianlığı dəyişdi. Xristianlığı dəyişmədi. Təhrif olunmuş xristianlığı dəyişdi. Ona görə Allah yeni əhd bağladı. Əgər insanlar həqiqətən də 6-cı əhddə sadiq qalsaydılar, 7-ci əhdin gəlməsinə ehtiyac qalmazdı. Sadəcə 6-cı əhdi pozdular. İslamı o qədər təhrif elədilər ki, artıq yeni bir din gəldi. Bunun səbəbi budur. Ümumiyyətlə din nədir? İnsan gərək bunu başa düşsün. Dinin kökü budur ki, ta yaradılışın əvvəlindən Allah Adəmlə hicablandı. İnsanlar yaradılışın əvvəlin başa düşələr ki, din nədir? Din bizdən nə istəyir? Bunu dərk eləsinlər. Çünki əksər insanlar bunu dərk eləmir. Elə bilirlər ki, onlar Quranla sorğu-sualına olunacaqlar, namazdan sorğu-sualına olunacaqlar. Allahın sırf istədiyi budur. Ancaq Allahın istədiyi bu deyil. Allahın birinci növbədə yaradılışın əvvəlinə nəzər salsalar, görərlər ki, Allah Adəmi yaradır və Adəmlə pərdələnir. Yəni, məxluqatdakı Allah olur Adəm, yəni Allah öz ruhundan Adəmə üfürür və Adəm vasitəsilə yer kürəsini idarə edir. Yəni, Allah Adəmin dili ilə danışır, Adəmin vasitəsilə idarə edir. Buna görə də həmin o Allah tərəfindən təyin olunan rəhbərə, xəlifəyə itaət məxluqata vacib olur. Adəm özü, fiziki bədəni bir bədəndir. Adəmin o fiziki bədəni ölür, ancaq həmin o Adəmdə olan o müqəddəs ruh, super ruh deyək, həmin o müqəddəs ruh Adəmdən sonra Adəmin vəsisinə keçir və artıq Adəmin vəsisi Allahın hicabı olur. Allah həmin o vəsi vasitəsilə məxluqatı idarə edir, öz sözlərini çatdırır və bu formada davam edir. Ta ki gəlir indiki zamana qədər. İndiki zamanda Allahın həmin o hicablandığı, pərdə seçdiyi bədən kimdir? Əbəsadiq Abdullah Haşim əleyhissalam. Ona görə Allah Abdullah Haşim əleyhissalam vasitəsilə insanları, məxluqatı artıq idarə edir və öz sözünü o formada çatdırır. İnsanlar artıq həmin o Allahın təyin elədiyi rəhbərdən uzaqlaşdılar. Onun ətrafında cəmlənmirlər deyə artıq onların tutduğu orucun da, namazın da mənası olmur.